Amma sürətli, bu asan sualdır çünki. 359. 156. 359. Baxıram ki, 2 dənəsi r ilə bitir. R-lar deməli 6-dır. Həm də bax, bununla promoy tapmaq olar. Bax, Max sözü q ilə başlayır. Yox, bir dəqiqə, bir dəqiqə. Hə, heç nə Benim A belə eləyir. ile C arasında kalmak olur orada. A ile Hə, C. r-lar 6-dır. Baxıram ki, t hərfindən başqa var da, out sözündə var. T hərfi deməli 4-dür. Tarla out sözü. Deməli, out sözü budursa, tar onda olur. Yox, bir dəqiqə. R-lar 6-dır. Limonla birləşdirə bilmirik elə. Niyə ki? T-yə görə tapa bilirəm də. Q hərfi Sənə cəmi bir tapdı. dənədir. 514. Aha. A-da 958'dir. 9'dan başlayır. Deyək ki, qaz orada olsa, 359'da da maq olsa. Hı -hı. Ortalar A-da 5 ilə qurtarır. Bəs 3 ilə 8-i biz necə tutaq ki, orada 3 hansına aiddir, 8 hansına aiddir? Baxın, bax belə deyək. Bax 4 dənəsi görsən ikinci hərfi A-dır. Bir dənə U hərfi fərqlidir. Bax 4 dənəsi görsən 5-dir, düzdürmü? Bir dənə U hərfi 1 fərqlidir. Deməli 514 6 sözüdür. T-mız deməli 4-dür, düzdürmü? T 4-sə tar 4 ilə başlamalıdır. Tar sözü bu olur. Tar 456-dırsa şar olur 256. İndi maqla qaz sözü arasında qalıram. Bax, q hərfinə baxanda çıxır sual. Bax, q ilə başlayır, q ilə bitir. 9 ilə başlayır, 9 ilə bitir. Deməli, q 9-dur. Maq onda olacaq C variantı. Aydındır? Nə bunu ilə tapmaq olur. Olur belə. Gəlirik tərəzilərə. Burada nə edirik? Bax, bu fiqur var ha. Bu deyil. 2 dənə C hərfi, bir dənə X. Götürüb, bu fiquru pozub, yerinə yazıram 2 dənə ay şəkli, 2 dənə C hərfi, bir dənə dairə və X. Burada 2 dənə C-lər getdi. Bir dənə ay paramız 2 dənə X-dırsa, 2 dənə ay paramız 4 dənə X olacaq. Bəli. Deməli, A qrupundakı şəxslərin orta yaşı 16-dır, B qrupundakılar isə 28-dir. B-dəki şəxslərin sayı A-dan 3 dəfə çoxdursa, bax, B-dəki şəxslər A-dan 3 dəfə çoxdursa, A-da hər hansısa bir sayı, adamların sayı X olsun, B-də isə olsun 3X. Düzdürmü? A-da X olsun, B-də 3X. Orta yaşları 16-dırsa, ümumi yaşları cəmi 16X-dir. Çünki A-nın yaşlarını toplamışam, bölmüşəm X-ə alınıb 16. Onda A qrupunun yaşları cəmi 16X-dir. B qrupunun 3X adam var axı. Yaşları cəmi 28-i 3X-ə vururam. Eləyir 84X. Bu bərabər oldu 100X-a. Deməli, opşi bir yerdə yaşları cəmi 100X-dir. Qrupların birlikdə yaş ortalaması neçədir? Nə olacaq indi? Bax, 100X ümumi yaş ortalaması deyil. Bunu bölürəm ümumi adamların sayına. Ümumi adamlar sayı nə qədərdir? 4X deyil. 100X-i 4X-ə bölürsən. Eləyir 25. Bəli.
A qrupunda X nəfər, B qrupunda 3X nəfər adam olsa, A qrupunun yaşı, ümumi yaşları cəmi 16X, o birisində isə olur 28 vurulsun 3X və bunların cəmi elədir olur 100X, sonra bu bölünən ümumi yaşlara, ümumi adam sayı 4X daxil. Böləndən sonra alınır belə. Alınır bu formada. Ondan sonra. Hı -hı. Burada nə olar? Müəllim orada məsələn 9-u 6-ya vururuq, üstünə 13 gəlir, elədir. Bəli, bəli. 6 vur 9, 54, üstünə 13 gələndə alınır 67. 7-ni 4-ə vurursan 28, üstünə 19 gələndə eləyir 47. Olur belə. Burada nədir? Cavab C-dir. B-dir müəllim. B-dir, Bakı. Bax. Rombun tərəfi olur, üçbucağın tənböləni olur, çevrənin diametri olur, kubunda tili olur. Kvadratın qövsü olmur. Qövs dairəyə aiddir. Qövs var ha. Qövs bax belə bir şeydir. Bax burası. Dairənin müəyyən bir hissəsi. Bu olur qövs. Müəllim, bəs tən bölən nə idi? Tən bölən üçbucağın bucağını tən ortadan bölür. Misal üçün, bura 60 dərəcəli bucaqsa, tən bölən bunu bölür. 30, 30. Belə. Tən bölən, yəni bucağı tən bölür. Yarıya bölür. Üçbucaqda əsas parametr nədir? Tən bölən, hündürlük, median və s. Bəli, bu sual çox gözəl bir sualdır. Burada məsələ nədir? Bu sual magistr imtahanına düşüb. Və əsl, necə deyərlər, imtahana düşə bilən sual formasıdır. Bax, A ambarı verilib, B ambarı verilib. A ambarında, bax 5 dənə də meyvə var. A ambarında meyvələrin kiloqramları və faizləri verilib. B ambarında da eyni söhbət. Deməli, bax, A ambarını promoy necə tapırsan? Əksər tələbə götürür, baxırsan ki, A ambarında 25% banan var. Bu bizdə 125 kiloqram deməkdir. Normalda tələbə götürür, nə eləyir bu sualda? Bax, o kişi 100% tapır. 100%imiz eləyir 500 kiloqram. 500-ün bir faizlərini tapır. Necə rahat eləyərik? Baxıram ki, A ambarında 25%imiz 125 kiloqram deyil. Deməli, faizdən kiloqrama keçəndə neçə dəfə artırırsan? Faizdən kiloqrama keçəndə 5 dəfə artırırsan, düzdürmü? 5-ə vurursan yəni. 25-i necə 125 eləyərəm? 5-ə vurmaqla. Bunu deməli vururam 5-ə. Deməli, A ambarında bütün rəqəmlər 5 qat böyük olmalıdır. 25-125 nisbətindən tutmaq olur. İndi, bax, bu 10% deyil, 5-ə vururam, bura olur 50. Bura 24% deyil, 5-ə vururam, olur 120. Bu 80 kiloqramdır axı. Bunu 5-ə bölürəm, eləyir 16. Bəs buranı necə tapacağam? Bir şeyin tam həcmi bizə 100% verməlidir axı. Bir şeyin tam həcmi bizə əgər 100% verirsə, onda bunları toplayıram, eləyir hal-hazırda 75%. Bizə nə çatışmır bizi üçün? Bizi üçün çatışmır 25%, düzdürmü? Çünki daha da 75 eləmir, daha doğrusu dəqiqə. Hə, 75 eləyir. Bizi üçün çatışmır neçəsi? 25%. Deməli, bax bu nöqtəmiz 25% olur. 76 eləyir müəllim. Ola Yox, bilməz. 75 düzdür, 75, müəllim. hə. Bu olur 25. 25 isə bu da avtomatik 125 olacaq. Tamam. Bax bunu necə tapdım? 25-in 125-dir. 25-i 125 eləmək üçün 5-ə vurursan. 5 dəfə artırırsan. Və bitdi. A ambarını belə tapırsan 5 koeffisiyentə görə. Şimdi baxıram B ambarına. Bizə bax, bunun üçün şərt verir əlavə. Deyir ki, əgər A ambarındakı əriyin miqdarı, A ambarında ərik nə qədərdir? 50. B ambarındakı bananın miqdarına bərabərdirsə, deməli B-də də banan 50 olmalı. Deməli B-də də banan 50 olmalıdır.
Və indi mən nə edirəm? Bayaqçı rahat idi da. 25 var idi, 125 də var idi. 5-ə vurub tapdım. Burada görürsünüz biri var, biri yoxdur. Bax, hər dəfə biri var, biri yoxdur. Bəs sizcə bunu necə tapa bilərik bu hissəsini? Necə tapmaq olar? Ali miqdarı 10'a bölüb. Aha. Burada nə edirik? Bax, bayaqçı dedi ki, 5 nisbəti tapdım. Bu dəfə necə tapacağam? Bax, bu hissəsi çox maraqlıdır. Normalda bunların obşi cəmi 100% eləməlidir axı. Buralar obşi 100 eləməlidir. Buralar ümumi 100 eləməlidirsə əgər, bu üç dənə nöqtənin faizləri neçə eləyir? Bunları toplayanda 40 eləyir. Bax, çünki 35 ilə 25-in cəmi 60 eləyir. Bizim bu üç dənə nöqtəmiz 40%-dir. Bax, bunların cəmi 40%-dir, faiz olaraq. 40%. Bəs bunların kiloqramları cəmi neçədir? Mən bu üçünü bir yerdə götürdüm axı, düzdürmü? Bəs üçünün bir yerdə kiloqramları cəmi neçədir? Obşi summanla tapırıq da. 40, 50 və 70. Bunların cəmi nə eləyir? 160 eləyir axı. Düzdürmü? Deməli, bunlar üçü bir yerdə 40%-dir. Kiloqramları cəmi 160%-dir. 160 kiloqramdır daha doğrusu. Burada neçəyə vurmaq söhbətidir? 4'e. 4-ə. Çünki 40%-im 160 kiloqramsa, deməli 4 qat artırıram da ədədləri. Bizdə nə istəyir? B-dən neçə faiz alma var? Almamız nə qədərdir? 40 kiloqram deyil. Onda cavab nə olacaq? 10%. 10%. Faiz, bəli. Başa düşdük. Ehtiyac varsa bundan başqa bir suala da baxa bilərik. Bax, buna aid. Misal üçün, bax, bircə dəqiqə. Və bizim kitabda da olmalıdır bu sualdan. Baxın bir dənə. Aha. Bu eynisidir, bu heç. Deməli, bax, bu testin içində var. 2024. Aha, burada var. Deməli, burada bu dəfə. İşin dərsində yenə faizlər eyni deyə. İşte bax, buradan baxaq. Nəsə, yenə faizlər eynidir. Bir dənə 2020 qaldı. 2020-də varsa, var. Yoxdursa, yoxdur. İstəyirəm ki, faizlər başqa olsun. Hə, bax, bu dəfə biraz fərqlidir faizlər. Bax, əslində yenə burada eyni temadır ya. Bax, yenə burada 5-ə vurmaq söhbət. Görürsünüz? 20, 100 eləmək üçün 5-ə vurursan. Buraları 5-ə vurub, 5-ə bölüb tapırsan, sonra gəlirsən, misal üçün əlavə şərt verəcək. Gəlin buna aid bir dənə. Mən sizə başqa bir şey var, onu göstərim. Deməli, bu açsın, birazdan az sonra göstərəcəm. Deməli, burada nə düzələcək bunları birləşdirəndə? Bende 3,5. B.
Aha, bəli, A bəndi olur. Bax, bəs nə rahat sualdır. Bax, bu üç bucağın birini bura qoyursan, bu üç bucağın da birini bura qoyursan. Şu, cavab olur A bəndi. Bitdi. Olur belə. Hı -hı. Deməli, burada bax, hə, heç nədə bax bu sual imiş elə bax. 5-ə vurub tapırsan burada da. Əgər məsələn burada tutalım 30-un 120-yə versə, ücret 4-ə vurub tapacaqsan. Ki bax olacaq belə. 4-ə vurub tapacaq. Belə bir gözəl sual var. Bugün xatırladım mənə, birazdan UDM-ni izah edəcəm sizə. Deməli, bax, nə edirik? Əslində çox rahatdır, hərəsindən bir dənə olmalıdır. K, O, L, M var, nə yoxdur? N olmalıdır yuxarıda. Depromay cavab ya budur, ya da bu. Burada bax, L var, M var, N var, K var, O olmalıdır. Gəl fərqli yer bura var, misal üçün. M, N, K, O, təbii ki, L olmalıdır. Yəni, hər dəfə hərəsindən bir dənə olmalıdır, elə bil ki. Hər dəfə yerlərini dəyişirlər, müxtəlif yerlərə gəlib çıxırsan. Hər dəfə bunları dəyişə-dəyişə. Növbəti sual çubuq dəstələridir. İmtahanlara düşmürdü çubuq dəstələri son illər. Ən son 2020-də düşürdü. Keçənki imtahanların birində yenidən gəldi, düşdü imtahana. Burada dəstələri müəyyən edirik. Misal üçün, bizə birinci dəstəmizi bizə desin. Marif, salam, nə tərsən Marif? Salam müəllim. Nə var, nə yox, qaqa? Sağ ol, yaxşıyam. Siz də. Sağ olun, Çox. siz də. Şükür, yaxşıyam. İndi mənə bir dənə rəqəmdir, o dəstəni axıra qədər denən görün. Yeri götürək də müəllim elə. Birdən, hə, yaxşı. 1. Mən də nömrə rəngləməyəcəm. Aha, 1. 1 yəni nəyə birləşir? 1, 3, Aha, sonra. 7, Aha, 9, aha. 12. 9, 12, aha. İnanla mən yazdım. 2. Hə, Səhv inanıram. 12. Söz yazmır da mən. Ay, so. Bax, birinci dəstə budur, bəli. 1, 3, 7, bəli, 9, 12, daha təzədən 1-i yazmıram. Bitdi. Bizə ikinci təşəkkür edirəm, çox sağ ol. İkinci dəstəmizi bizə deyir filan. Filan səsi aça bilirsiniz. Yəni, yəqin səsi aça bilmir. Yaxşı, ikinci dəstənin gəldisin Cəmil. Cəmil, ikinci dəstəni denən bizə. 2, 5, Aha, de buradan yazsam. 2, sonra 5, tamam. 5, 4, 4, ay, sağ. 2. Daha 2-ni yazmırıq, düzdürmü? Aha, böyle. Əla. Növbəti dəstəni bizə desin Jalə. Salam müəllim. Salam. 4, Neçə? 5, Yo, niyə? 4. 4, yox, 4 ilə 5-i tapmışıq axı burada. Bax, bu rəqəmlərdən başlaya bilməzsən daha. Bunlar tapılıb. 6-dan başlayın. 6-nı 6, yazmamışıq. 6-dan başlayaq. Aha, 6, sonra 8, 10, çək bir dəqiqə. 6, 8, 10, aha. 11, Aha. bir də 6 ilə.
Yox. İndi növbəti dərslərini bizə desin. Növbəti dərslərini kim desin? Ayşə, növbəti dərslərini siz deyin. Mənim bitdi axı rəqəmlər məncə. Bəli, bəli, əla. Rəqəmlər bitdisə də dərsdə qalmadı. Çünki mən burada 5 dənə rəqəm tapmışam. Burada 3 dənə, burada da 4 dənə. 5, 3, 4. Cəmi eləyir 12 dənə çubuq. Yəni bütün rəqəmlər bitdi, əla. İndi deyir ki, ən böyük çubuğun, ən kiçik çubuğun cəmindəki fərqini. Təbii ki, ən böyük çubuğumuz budur. Çünki 5 dənə çubuğu birləşdirir. Bunların cəmi eləyir 32. Ən kiçik çubuğumuz da budur da 3 dənə çubuqdan ibarət. Eləyir 11. Bunların bir dəqiqə yox. Nə? Bir dəqiqə başqa şey istəyir. Bir dəqiqə. Kimi Hani 5 bilirsə, çıxır. Sayını çubuqların sayı nə ən çox, nə də ən az olan dəstənin ən böyük nömrəli çubuğu ilə. Hə, tamam. Nə ən az, nə də ən çox olan dəstəmiz budur axı, yəni orta. Düzdürmü? Çubuqların sayı nə ən çox, nə də ən az olan dəstə budur. Yəni orta dəstədə belə doğru bildəcək. Orta dəstənin ən böyük çubuğu ilə ən kiçik çubuğunun fərqini tapırsan. Yəni 11-dən 6 çıxırsan. Eləyir 5. Aydındır? Yəni orta dəstənin ən böyük rəqəmindən ən kiçik rəqəmini çıxırsan. Aha, burada nə olacaq? D. B, nə düzəlir ki oradan? Müəllim Qurman, qurmandır, bir bir də də D Mansart. müəllim, D bəndə. Mansart. D-dir. Qurman və mansart. Qurman, bir də Mansart nədir? balkon kimi yerdir belə yox. ASO, bəli. Mən onu bilirəm ki, Binaların ən yüksək mansart. mərtəbəsidir. Hə, o, bəli. Bəli, burada yazılıb. Bəli, doğrudur. Dam tipi də, yəni belə bir şey. Doğrudur. Burada 7-yə vurub 6 Kvadratlar gəlir. cəmdir. Birinci Müəllim. tərəfi 7-yə vurub, sonra üstünə ikinci tərəfi gəlirik. axı burada alınmır. Rəqəmləri hasili ilə rəqəmlərin cəmini toplayırıq. Bəli, ASO. 5-ə 6-ya vururam, eləyir 30. Üstünə gəlirəm 5 ilə 6-nın cəmini, yəni 11-i. Eləyir 41 ASO. 7-ni 4-ə vururam 28, 7 ilə 4-ün cəmi 11. Toplayıram olur 39. Burada, Məmləkət. bəli. Kərəmlə mətdən düzəlir məmləkət sözü. Kəramət. Deməli, indi, bəli, bu sual çox gözəl bir sualdır. Deyir, C-nin ala biləcəyi fərqli qiymətlərin cəmini. Bax, C nədir? Qalıq. C hansı rəqəmləri ala bilər burada? 9-dan kiçikləri. 8-ə daxil. 8-də daxil ASO. Yəni 0, 1, 2, ya bunlar indi müsbətsə 0 olmaz, bəli. 1, 2, 3, 4, 5, 6, 7, 8. Ki 9-dan kiçik olmalıdır, qalıq böləndən kiçik olmalıdır. 1-dən 8-ə zədədlərin cəmini edir 36. Bəli. Bu da sadə bir sualdır. Hərəsindən bir dənə olmalıdır. Bizə indi lazımdır 2 dənə dairə olaq. D bəndi. Hər fiqurdan olmalıdır bizdə burada. Sadə bir sualdır. Bəli, bu çox gözəl bir sualdır. Bu sual 2 dəfə magistr imtahanına düşüb, bir dəfə də bax dövlət qulluğu imtahanına sahə və perimetrə aid bir sualdır. Bizə nə deyir? Deyir ki, iki konsentrik çevrə, yəni iç-içə olan çevrələrdən ibarətdir. Kiçik çevrənin radiusu 2 desimetrdir. Bax, bu radius 2 desimetrdir. Yəni 20 santimetr ilə 2 kimi saxlayıram. Böyük çevrənin radiusu isə 3 desimetrdir. Bax, bu isə ümumi 3 desimetrdir.
Option. İndi təsadüfən atılaraq lövhəyə sancılmış mizrabın rənglənmiş sahədə olma ehtimalı nə qədərdir? Ümumiyyətlə ehtimalın düsturu var da. Soruşulan halları ümumi hallara bölürsən. Bizdən hansı rəngi soruşur? Rənglənmiş. Yəni sən bu sualda rənglənmiş sahəni bölürsən ümumi sahəyə cavabı tapmaq üçün. Dairənin də sahəsi bilirik ki, pi r kvadratıdır. L bərabərdir 2 pi r, bu başqa şeydir. Bu dairənin uzunluğudur, yəni perimetri, belə doğru dildə desək. Dairənin sahəsi pi r kvadratıdır, bunu yazdıq. Ümumi sahəni tapmaq üçün deyir, pi-ni 3 veriblər. Yazıram, S ümumi bərabərdir, pi-miz 3-dür, radius da 3-dür axı, 3-ün kvadratı 9. Ümumi eləyir sahəmiz 27. Gəlirik rəngli hissəyə. Rəngli hissəni necə tapacağıq buradan? Ağ hissəni tapıb ümumi hissədən çıxacaq. Ay, süper. Sonra adam necə eləyir bunu? Deyir ki, müəllim, rəngli hissənin deyir radiusu 1-dir. Bunun heç bir əlaqəsi yoxdur. Ümumi hissədən ağ hissəni çıxır. Ümumi bilirəm ki, 27-dir. Ağ hissənin sahəsi də pi r kvadratına görə yazıram. S ağ bərabərdir. Pi-miz 3-dür. Radius 2-dir axı. 2-nin kvadratı 4. Elədi 12. Deməli, bax, ümumi 27-dir. Ağ hissənin sahəsi isə 12-dir. 27-dən 12-ni çıxacaq, qalacaq rəngli hissəmiz 15. 27-də 15. Bu da ixtisar gedəcək 3-ə, qalacaq 9-da 5. Əgər rənglənməmiş hissədə olma ehtimalı olsaydı, olacaqdı 9-da 4. Tamam. Ümumi 27-dir, burası isə 12-dir. 27-dən 12-ni çıxırsan, olur 9-da 5. Ondan sonra gəlirik belə bir suala. Gəlin şərtləri yazaq. Deməli, A üstə gəl B bərabərdir 21 üstə gəlsin 4C-yə. B üstə gəl C bərabərdir A çıxılsın 4-ə. A üstə gəl C-miz də bərabərdir 3B çıxılsın 16-ya. İndi. Bu elə bir sual ki, rəqəm də qoymaq olmur. Çünki bizdən konkret A-nı, B-ni, yaxud C-ni adı istəmir. Sonra görürsünüz, qarma-qarışıq bir şey istəyir. İndi biz nə edirik? Müəllim, birbaşa 5-də Aha. gələcəyini yerinə qoyub 4 almırıq ki. Oyda, görürsünüz. Cavab 4-dür, bəli. Bax, heç görürsən, heç nə eləməyə ehtiyac yoxdur. Bəli. Elə indi fikir verdim, bəli, bax. Düzdür, bu suallar 90% hallarda, bəli, bizdən nə olur? Həll eləmək lazım olur A-nı, B-ni. Amma baxın, bizdən bunu istəmir. Bax, bu tənliyi görürsünüz. Bax, buradan B ilə C-ləri bu yana keçirdirəm. Yaxud, bax, B üstə gələcəyimiz nədir? A çıx 4 deyil. Bu B üstə gələcəyini yenə A çıxılsın 4 qoyanda cavabımız 4 eləyir. Cavabımız 4 eləyir. İndi yaxşı, bunu tapdıq, çox gözəl. İndi gəl biz amma hər ehtimal, heç mən nə istədiyinə baxmırdım. Prosto onun haqqında danışırdım. Heç mən görməmişdim bunu əvvəlası. İndi yaxşı, biz bunu həll eləyək. Çünki ola bilər də bizdən imtahanda başqa bir şey istəsin falan. Bunu bəs necə həll eləyək? Burada tərəf-tərəfə toplamaq falan bizə kömək eləmir. Gəl biz əvəz etmə qaydası ilə eləyək. Bax, məsələn, gəlin mən buradan A-nı tapım. A nəyə bərabərdir? 21 üstə gəl 4C çıxılsın B. Hamısını C-yə götürəcəm. Buradan da B-ni tapım prosta. Buradan da B-ni tapıram. B nəyə bərabərdir? A çıxılsın 4 çıxılsın C. İndi mən elə belə prosta ya ABC-nin qiymətini tapmaq istəyirəm. Ki, məndən nə istədiyimi, o sualın cavabını həll eləmişəm. İndi gətirək belə eləyək. A-nın yerinə bax, götürək burada B var. B-miz bu deyil. Götürək B-nin yerinə o qiyməti qoyaq. Yəni yazıram. A bərabərdir 21 üstə gəlsin 4C çıxılsın B. B-nin qiyməti nədir? Bax bu. A çıx 4. Bunda mötərizədən qabaq mənfi var ki, işarələr dəyişir də, düzdürmü? Çıx A üstə gəl 4 üstə gəl C. Yəni bu alınır ki, A bərabərdir 25
üstə gəlsin 5C. Bax, A-nı C ilə əvəz elədik. Gəl indi bir dənə də B-ni də C ilə əvəz edək. B-ni də C ilə əvəz edək. Ee, Elə A-nın da yuxarı yerinə yerinə qoyub tapa bilmərik. Məsələn, A plus B 21 plus 4C-də. Ayşə, hələ buradan, aha. Gəl belə eləyək. A-nın da yerinə burada bu ifadəni qoyub B-ni tapaq. B bərabərdir. A-nın yerinə qoyuruq bunu. 25 üstə gəl 5C çıxılsın 4 çıxılsın C. Tapdım ki buradan. B bərabərdir 21 üstə gəlsin 4C. Bax, B-ni də tapdıq, A-nı da tapdıq. Gətirib üçüncü tənlikdə A-nın da yerinə bu ifadəni, B-nin də yerinə bu ifadəni yazıb C-dən asılı tənlik saatı tapırıq falan filan. Amma ondan sonra öcə gedir. Basır əvəz etmə qaydası. Biraz çətindir, yəni sırf riyaziyyat yoludur bu. Yəni, bunu fəd etmək lazım. Ki, rəqəm də atmaq çətindir daha burada. İndi ola bilər rəqəm atıb problemi tapmaq olar. Amma əvəz etməklə gələcəyik. Kürəciklər. Bax, tema nə idi? Bu kürəciklər gətirib hərəkət edirdilər. Hərəkət 1 saniyədir. İki xətt arasındakı məsafə 1 saniyədir. Bizdən nə istəyir? Deyir ki, bütün elə vaxt olsun ki, bütün kürəciklərin mərkəzləri ikinci dəfə 3-cü xəttin üstündə olsunlar. Bizdən 3-cü xətti soruşduğuna görə, bax, bu xətti rəngləyirsən. Bax, bu xətt rənglənmir. Başlayıram hardan? Bu kürəciyin mərkəzi hal-hazırda buradadır. Aşağıda maksimum hansı nöqtədə ola bilər? 6-da. 6. Bəli, Ayşə, bu kürəcik maksimum belə olacaq da, bəli, 6-da. Yuxarıda da ki, bilirik də maksimum burada ola bilər. Bu kürəciyin mərkəzi hal-hazırda buradadır. Yuxarıda maksimum burada ola bilər, aşağıda maksimum belə ola bilər. Bu kürəciyin mərkəzi buradadır, aşağıda, yuxarıda da maksimum burada ola bilər. Yəni ki, bütün kürəciklərin ən yuxarı və ən aşağı limitlərini tapıram. Və bizdən istəyir ki, bu xətti ikinci dəfə kəssinlər. Mən hərəsi üçün 3 dənə ehtimal yazıram. Bax, burada 0-dır da, getdik. Bax, birinci saniyədə kəsdi, yazılan 1. Sonra 2, 3, 4, təzədən geri qayıdıram. 5, 6, 7-də kəsdi. Sonra 8, 9, indi düşür aşağı. 10, 11. 11-də də kəsdi. Bax, 3 dənə ədədi tapdım, bəs edir. Və bu neçə artır? Bax, 6 gəlib, 4 gəlib. İndi 6 gələcəm 17, 4 gələcəm 21, 6 gələcəm 27 və s. Çünki 27-dən böyük ədəd yox. İstəsəm uzada bilərəm. Keçirəm ikinci kürəciyə. Bax, ikinci kürəcik fikir verin, birinci yuxarı başlayır. Yəni, bunu biz yuxarı aparmalıyıq, birinci. Tamam. Birinci başlayıram, bax, 1, bax, 1-də kəsdi. Sonra 2, 3-də kəsdi. 4, 5, 6, 7, 8, təzədən geri qayıdıram. 9, 10, 11, 12, 13-də kəsdi. Bu necə artır? 2 gəlir, 10 gəlir. İndi 2 gələcəm 15, 10 gələcəm 25, 2 gələcəm 27 və s. İstəsəm artıra bilərəm. Və axırıncı kürəciyə baxıram. Bax, bu burada da yuxarı qalxır birinci. Bax, 1-də kəsdi. Sonra 2-də, 3-də kəsdi. 4, 5, ancaq bax, 1, 3, 5. Deməli, bunlar tək ədədlərdə kəsir. İndi cavabı nə götürərik? Müəllim, burada dairənin mərkəzi hissəsi o qırmızı xəttin üzərində olanda sayırıq. Bəli. Ayşə. Dairənin mərkəzi bu qırmızı xəttin üstündə olsun. Mən yazdığım saniyələrdə həmin o mərkəzlərin o xətti kəsmə müddətləridir. 27. Ayşə. Bu sualdan görmüşük. Bəli, müəllim demiş. Bu sualı deyirsiniz, yoxsa ümumiyyətlə məni? Bu formalı sualdan. Bəli, görmüşəm. Bəli. Və bizdən birinci dəfə istəsəydi cavab olacaqdı 1. Zaten bunu istəməz. Çünki 1 saniyə sonra hər üçü eyni vaxt olur. İkinci istədiyinə görə cavab olur 27. 27 burada var, burada da vardı 27. Bunlar tək ədədlər.
Cavab olur 27. Çünki hər üçündə ortaq olan 27-dir. Üçüncü dəfə istəsəydi bunu artırıb hər üçündə ortaq olan üçüncü hissəni tapacaqdı. Aha. Bunu nətər eləyirdik bu sualları? Müəllim 7-ni şeylər 7 dövr. dövrlərini. Bəli, 7-nin dövrlərini tapırdıq. Necə tapırdıq 7-nin dövrlərini? Gətirirdik. Ay Bəli. soba. Bəli. 7 üstü 1 eləyir 7. 7 üstü 2 49-dur, 9 ilə bitir. 7 üstü 3 343-dür, 3 ilə bitir. 7 üstü 4-də 1 ilə bitir. 7 üstü 5 təzədən 7-yə qayıdırsa, deməli 7-nin dövrü 4-dür. Gətirib bu 43-ü bölürdüm dövrün sayına. 43-ü bölürdüm 4-ə, qalıq eləyirdi 1. Və 1 yox, qalıq eləyir 3. Qalıq 3 eləyirsə 3-cünü götürürəm. Yəni 3. 7 üstü 3 nədir? Abi. Əgər qalıq 1 eləsəydi, birincini götürərdim. Cavab olardı 7. Qalıq 2 eləsəydi, ikincini götürərdim. 3 eləsəydi, üçüncünü. Qalıq eləməsəydi, axırda 0-ı ən axırıncını götürərdim. Olacaqdır cavabımız 1. Bəli, dövrü tapırsan, dövrü çox vaxt 4 olur. Sonra 43-ü bölürsən 4-ə, qalığı tapırsan. Qalığı neçə tapsan, oradakı ədədi götürürsən. 1 tapsan birinci, 2 tapsan ikinci, 3 tapsan üçüncü, 0 tapsan dördüncü ədədi götürmüş oluram. Linkimizi dəyişək və sonra davam eləyək.